İndi ki az ləhaz iqtisadi bu günə qalmışıq, hamı deyibən müqəssir ya rəis cümhurdur, ya da rəhbərdir. در حالی ki bunların heç biri müqəssir deyirlər. Və bunların در واقع heç biri əsli karı deyirlər. Xub, indi niyə bunların heç biri əsli karı deyil? Onda ki Amerikanın rəis cümhuru Kennedy terror oldu. O terror olandan sonra bütün ölkələr bir dənə xas siyasət tutdular. Və qərar qoydular ki, bundan sonra, yəni ondan sonra Kennedy terror olandan sonra heç bir ölkə o əsli karısı, əsli rəhbəri, əsli rəis cümhuru, o əsli liderin üzə qoymadılar. Ki, rahat biləsin terror eləyərlər ya birinci hədəfə təbdil olurlar düşmənə. Buna görə indi biz ki Əli Xameneyini görürük bu ünvanı rəhbər, ya Pezeşkiyanı görürük bu ünvanı rəis cümhur, bunların heç bir əsli karı deyirlər. Siyasət qoyanlar bir dənə ekip halətindədir ki, üzləri heç vaxt görsənmir və gərək də görsənməyə. Ki, əgər görsənə bu ölkənin siyasəti iştibahdır, qələtdir. Və bunun da payəsini Amerika qoyubdur. Ronald Reagan bilirik ki, bir rəis cümhur idi ki, bazigər idi. Bunun o gələndən sonra şəklər qalxıldı. Sonra da hətmiyyətə yetişdi bu şəklər. Ki, bəli, Ronald Reagan fəqət gəlibdir, bazigəri halətdə rəis cümhur olubdur. Dəsturların, əsli karlar daldadadır və daldan biləsin dəstur verilir. Və yenə də o daldada olan da bir nəfərdər, şəxsdər, bir dənə ekipdir ki, bir xas ideoloji ilə dəsturatı sadir edirlər. Və rəis cümhur və rəhbər fəqət onları icra edir. Və Əli Xameneyi mütəəssifanə İranda bir xas nədənə görə məzlum vaqe olubdur. Ki, niyə? Onu o birisi videoda deyəcək.